Dostlar, bugünkü videomuzda sizə dövlət qulluğunun müsahibə qaydaları və müsahibədə ən çox soruşulan suallardan bəhs edəcəm. Müsahibə ilə bağlı müsahibə qaydaları aşağıdakı şəkildə olur. Müsahibə keçirildiyi vaxt və yer barədə ən azı 5 gün əvvəlcədən namizədə məlumat verilməlidir. Namizədə komissiyanın internet saytı vasitəsilə məlumat verilir. Müsahibədə elan olunmuş vaxt komissiyanın müəyyən etdiyi yerdə keçirilir. Müsahibə keçirilən gün müsahibəyə buraxılan namizədlərin siyasi və şəxsi işləri müsahibə başlamamışdan əvvəl müsahibə komissiyasına təqdim edilir. Namizəd müsahibə başlamamışdan əvvəl müsahibə komissiyasının hər hansı bir üzvünə etiraz edə bilər. Həmçinin müsahibə komissiyasının üzvləri də namizədə qarşı bu etiraz edə bilərlər. Yəni şəxsi qohumluq əlaqələri və yaxud da tanışlıq əlaqələri olduqda, tanıdıqda müsahibə komissiyasının üzvü namizədi burada iştirakı ilə bağlı etiraz edə bilər. Əsaslandırılmış etiraz olduqda müsahibə təxirə salınır və yeni tərkibdə müsahibə komissiyası yaradılaraq yenidən müsahibə keçirilir. Namizədin razılığı ilə video çəkiliş aparılır. Yəni müsahibə başlamışdan əvvəl sizdən video çəkilişə görə icazə alınır. Namizədlə müsahibə ən azı 20 dəqiqə aparılır. Bu müddət 20 dəqiqə ilə 45 dəqiqə arasında dəyişir. Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi ən azı 8 bal verilir. Yəni siz burada hər hansı bir suala cavab verməsəz belə, heç bir suala cavab verməsəz belə sizə minimalını 8 balı verəcəklər. Müsahibə keçirilən otağa daxil olduqda görəcəksiniz sizi 3 nəfər qarşılayır. Bunlar dövlət qulluğu müsahibənin komissiyanın üzvləridir. Bu üzvlər biri dövlət qulluğu komissiyanın nümayəndəsi olur, digəri müstəqil ekspert olur. Üçüncü şəxs isə sizin verdiyiniz orqanın nümayəndəsi olur. Bu həmin orqanın kadrlar bölməsindən çağırılmış nümayəndə ola bilər. Ola bilər ki, kadrlar bölməsinin rəhbəri, müdürü və yaxud müavini və yaxud da orada hər hansı bir baş məsləhətçi vəzifəsində, yəni vəzifəsi daha yüksək olan şəxslərdən çağırıla bilər. Müsahibədə başlayarkən sizə ən çox verilən suallar qulluq funksiyalarıdır. Hər bir orqanın qulluq funksiyalarını əldə etmək üçün Dövlət Qulluqları Komissiyanının saytına daxil olmalısınız. Dövlət Qulluqları Komissiyanının saytında sağ tərəfdə görəcəksiniz elanlar bölümü yerləşir. Burada elanlara daxil oluruq və yenidən burada elanlara daxil oluruq. Hər hansı bir vəzifənin qulluq funksiyalarına daxil olaraq. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluq Məsələləri üzrə Komissiyanın Maliyyə və Təminat Şöbəsi Baş Məsləhətçi vəzifəsi. Bu vəzifənin qulluq funksiyaları bunlardır. İşarələmişəm, görürsünüz, göy yazı ilə işarələnmişdir. Bunlar vəzifənin qulluq funksiyalarıdır. Yəni orada görəcəyiniz işlərdir. Həmin vəzifəyə qəbul olunsanız nə işlər görəcəksiniz? Bu qulluq funksiyalarında qeyd olunubdur. Ondan başqa vəzifənin tutulması şərtlərində ola bilər ki, sizə xarici biliklər olsun, ingilis dili və yaxud da rus dili tələb edilənsə, əgər burada orta səviyyədə tələb olunubsa, sizdən ola bilsin ki, qulluq funksiyalarının ingilis dilində və yaxud da rus dilində soruşa bilərlər. Yəni əgər sizin verdiyiniz orqanda dil tələbi ingilis dili və ya rus dili varsa, əvvəlcədən qulluq funksiyalarını həm Azərbaycan dilində, həm ingilis dilində, həm rus dilində öyrənməniz məsləhətdir ki, müsahibədə soruşanda onlar danışa biləsiniz. Həmçinin verdiyiniz orqanın adın, sizdən vəzifənin adını soruşacaqlar, onda bu orqanın adını bütünlüklə demək lazımdır və dil tələblərinə uyğun olaraq bunu ingilis dilində və yaxud şöbənin adını və yaxud da sektorun adını ingilis dilində və rus dilində sizdən soruşa bilərlər. Müsahibədə ən çox soruşulan digər bir sual, siz bu müsahibədə iştirak eləməklə hansı hüququnuzdan istifadə edirsiniz? Yəni müsahibədə iştirak eləməklə, bu əksər müsahibədə iştirak edən şəxslərə verilən suallardan biridir. Siz müsahibədə iştirak eləməklə dövlətin idarə olunmasında iştirak etmək hüququndan istifadə edirsiniz. Həmçinin müraciət etmək, əmək hüququ, bu hüquqlardan istifadə edirsiniz. Ondan başqa belə bir sual ola bilər ki, sizdən əvvəlcədən çəkilişə görə icazə alındı. Nəyə görə sizdən
çəkilişə görə icazə aldıq. Yəni bu sizin konstitusiyadan hüquqlarınızda vardır. Sizin icazəniz olmadan foto və video çəkilişə məruz qoyula bilməzsiniz. Ona görə sizdən çəkilişə görə icazə alındı. Müsahibədə digər növbəti videolarımızda müsahibədə verilən suallardan yerləşdirəcəm, həmçinin onların izahını sizə verəcəm.